Salam trendler, bu videoda fizikadan ikinci şans blok imtihanında karşına çıkabileceği 3 aylık sual tümü olacak. Suala bir hatırlatma bir şekilde izleyeceğim ki suala daha rahat ve daha etraflı bir şekilde başlayabilirsiniz. Bir hatırlatma daha edeyim ki eğer böyle videoların devamını istiyorsanız video beğenmeyi, kanala abone olmalı ve videolar şey yazmayı unutmayın. Bunu etmeyene mənə çox böyük bir dəstək olmuş olarsınız. Hər bizi çox sevirəm. O zaman vaxt itirmədən başlayaq. Deməli ikinci bir sualımıza başlayaq. Serbest elektromanyetik reaksiyonların baş verdiyi ideal reaksiyon kontrolünde sadece magnetisasi enerjisinin kondensatın elektrik enerjisinin asıl qrafik verilmiştir. Elektrik enerjisi 40 mJ olan anda magnetisasi enerjisini de hesablayın. Ümumiyyətlə eğer bu tip məsələlərdə bu cür bir qrafik verilibsə, bu qrafik xəttinin bu iki qrafik xətti ilə kəsdiyi nöqtələr, yəni bu nöqtədən bu nöqtə, bu bizə nə verir? W tam, yəni tam enerjini bizə verir. Bunu buradan bilirik. İndi mən W tama uyğun olan qiymətə mən burada baxanda görürəm ki, burası 100'dür. Onda W tam özü nəyə bərabərdir? 100 joule bərabərdir. 100 joule bərabərdir və o da bərabərdir konstant, yəni dəyişmir, olduğu kimi qalır. Konstant, yəni dəyişmir, olduğu kimi qalır. Bunu buradan bilirik. İndi mən də burada görürəm ki, burada 40 var. 40 mən bilirəm ki, hansı oxunun üzərində yerləşir? W elektriğin. Demək, ekstrasinin enerjisinin qiyməti nədir? Deməli 40 mJ bərabərdir. Bunu buradan bilirik. 40 mJ. Onda mən buradan W maqnit tapsam, mən ilk öncə bilirəm ki, deməli W tam, W elektrik ilə W maqnit cəmlə bərabərdir. Yəni W elektrik plus W maqnit. Və mən buradan W maqnit tapmışsam, W maqnit bərabərdir. Deməli W tam çıxılsın W elektrik. O da bərabərdir. W tam nə qədərdir? 100 joule. Deməli 100 joule çıxılsın. W elektrik nə qədərdir? 40 joule çıxılsın 40 joule. O da bərabərdir. Deməli 100 jouledan 40 joule çıxanda bu bizə nəyə verir? 60 joule vermiş olacaq. Deməli magnetisasinin enerjisi nəyə bərabərdir? 60 mJ bərabər. Yəni burada cavabımız olacaq nə? B variantı. İndi keçək növbəti sualımıza. Sonraki sualımızda ikinci sualda reaks kontrolündeki sarğacdan ferromagnetik içi çıxardır reaksiyon periyodu. Buna hesap amacı neydi? İlk önce T bərabərdir 2pi kök altında, 2pi kök altında ES düzsün. Mən buraya yazsam. Sonra mən buradan bilirəm ki, induktivlik nəyə bərabərdir? Mü 0, mü 0 n kvadratı. Deməli L bölünsün S. Burada mü ferromagnetik içli, mü 0 başlangıç ferromagnetik içli, yəni maqnit nüfuzlu. Deməli n sağlanan sayı L. Deməli sarğacın uzunluğu S sənədə sarğacın sayısı. Bunu buradan bilirik. İndi mən həm bu düsturu burada gəlib yeni yazsam nə olur? Deməli yazsam belə ki, T bərabər deməli 2pi kök altında, deməli LC. O da bərabərdir deməli 2pi deməli kök altında. L nə idi? Mü 0 n kvadrat L bölünsün S. Onda bu ifadəni buraya yazsam olur nə? Mü 0 deməli n kvadratı L bölünsün S vurulsun nə? S. Yəni S. Tutum. Bunu buradan yazdım. İndi mən buradan görürəm ki, buradan belə bir ifadə alıram. Deməli T bərabərdir 2pi kök altında mü 0 n kvadratı L bölünsün nə? S. Vurulsun nə? S. Yəni tutum. Mən buradan bilirəm ki, mü 0 sabit, n sabit, L sabit, böyük sabit, kiçik s də buradan nə sabit. Pi də sabit, 2 də sabit. Mən buradan görürəm ki, T müdən düz asıdır. Deməli T müdən düz asıdır. Amma belə bir şey var ki, mü kök altında olduğu üçün kök altı düz asıdır. Yəni bu cür. Burada indi bizə deyir ki, burada reaks kontrolü sarğacdan ferromagnetik içliyi çıxardıqda nə olur? Ümumiyyətlə, əgər biz reaks kontrolü ferromagnetik içliyə doldururuqsa, mü artır, yox əgər çıxarırıqsa, mü azalır. Bizə burada indi nə deyir? Deyir ki, ferromagnetik içliyi çıxardır. Çıxaranda nə olur? Mü azalır. Deməli, mü azalırsa, deməli, mü azalacaq. Mü azalırsa, deməli, mü kök altında mü qədər azalır. T də mü ilə düz asıdır. Yəni, mü kök altında mü qədər azalırsa, T də kök altında mü qədər azalacaq. Yəni, cavabımız olacaq belə. Deməli, T2 bərabərdir. Belə deyək. T1 başlanğıcda eğer T ise T2 nəyə bərabərdir? T2 ilə bərabərdir. T kök altında mü qədər azalır. Yəni T bölünsün kök altında mü olmuş olacaq. Deməli cavabımız olacaq nə? Deməli T kök altında mü dəfə azalır. Cavabımız olacaq burada. Deməli kök altında mü dəfə azalır. Yəni cavabımız olacaq burada A variantı. İndi keçək növbəti sualımıza. Son sonda 3-cü sualda hava kondensatı və içi sarğacından ibarət reaksiyon kontrolündəki reaksiyon tezliyi müdür. Kondensatör dielektrik nüfuzu epsilon dielektrikdə dolduqda reaksiyon tezliyi. İlk önce gələn periyod üstünü yazalım. T bərabər deməli 2pi kök altında LC. Bunu buradan bilirik. Və mən də bir yana bəqi tezin nədir? Periyodun tez qiyməti. Yəni 1 bölü T. O da bərabərdir. 1 bölünsün. T'nin yerinə bu ifadəni yazalım. Olur nə? 2pi kök altında LC. Bunu buradan bilirik. İndi sənin belə bir düsturu var. S bərabərdir. Deməli epsilon 0 S bölünsün deyə. Bunu buradan bildim. İndi mən gəlib bu ifadəni burada gəlib yeni yazalım. Olur nə? Deməli mü bərabər deməli 1 bölünsün. 2pi kök altında L vuraq. Sənin bu ifadəsini yazalım. Olur nə? Epsilon 0 S bölünsün nə? D. Mən buradan bilirəm ki, bax bu kök altında D qalxır yuxarı. Olur nə? Deməli belə olacaq. Kök altında D bölünsün. Qalacaq nə bu ifadə? Yəni 2pi deməli kök altında deməli L epsilon 0 S. Bunu buradan bilirik. Mən də buradan bilirəm ki, bu mü bu kök altında epsilonla tərs asıdır. Yəni yan olacaq belə kimi. Mü asıdır. Deməli mü tərs asıdır epsilonla, amma kök altında olduğu üçün kök altında epsilonla tərs asıdır. Burada indi bizə deyir ki, burada dielektrik tezliyi dolduruqda. Dolduruqsa deməli nə olur? Epsilon artır. Ümumiyyətlə belə bir qayda varsa, doldurursa çoxalır,
Çıxarılsa nə olur? Azalır. Yəni qısaca doldurulsa dialektin nüfuzu artır, çıxarsa dialektin nüfuzu nə olur? Azalır. Bunu buradan bildik. Deməli doldurulsa dialektin nüfuzu nə olur? Artır. Bu artır. Bu artırsa bu kökaltı epsilon dəfə artır. Biz də bilirik ki, mük kökaltı epsilondan tərs asılıdır. Deməli, əgər epsilon kökaltı epsilon dəfə artırsa, onda mü kökaltı epsilon dəfə azalır. Onda bəyin kimi olacaq. Mü1 əgər başlanğıcda müdsə, ikinci adı olacaq kökaltı epsilon dəfə azalır. Yəni mü bölünsün kökaltı epsilon olmuş olur. Deməli, buna da uyğun variant burada hansıdır? Yəni mü bölünsün kökaltı epsilon, o da bərabərdir. Deməli, o da A variantı bizə verilib. Deməli, cavabımız çıxır burada nə? A variantı. Epsilon dəfə artır. Bizə bilir ki, mü kökaltı epsilondan tərs asılıdır. Deməli, əgər epsilon kökaltı epsilon dəfə artırsa, onda mü kökaltı epsilon dəfə azalır. Onda bəyin kimi olacaq. Mü1 əgər başlanğıcda müdsə, ikinci adı olacaq kökaltı epsilon dəfə azalır. Yəni mü bölünsün kökaltı epsilon olmuş olur. Deməli, buna da uyğun variant burada hansıdır? Yəni mü bölünsün kökaltı epsilon, o da bərabərdir. Deməli, o da A variantı bizə verilib. Deməli, cavabımız çıxır burada nə? A variantı. Belki bu videoda fizikada 2 şans blok imtahanda qarşınıza çıxa biləcək 3 var 3 saat məlumatlar. Suala bir matematik bir şəkildə izah edim ki, suala daha rahat və daha ətraflı bir şəkildə başa bilərsiniz. Bir xatırlatma da edim ki, əgər belə videoların davam edirsinizsə, video bəyənməyi, kanala abunə olmağı və videolara şərh yazmayı unutmayın. Bunu etməklə mənə çox böyük bir dəstək olmuş olarsınız. Hər birinizi çox sevirəm. Növbəti videolarda görüşəndək sağ olun, salamatçılıqla qalın.